Hər kəsin hər vaxtı xeyir dostlar. Almaniya Frankfurtdan hamını salamlayıram. Axşama hazırlıq görürəm, yemək bişirirəm. Dedim bu çəkim bu epizodu da sizə göstərim. Deməli yemək bişirəcəm. Hardasa axşam da çıxacağıq yola. Frankfurtdan Niderlanda gedəcəyik Hollandiyaya. Amazonun yükü var, onu gətirəcəyik. Oradan da keçəcəyik, Niderlanddan da keçəcəyik Duisburga, yəni Köln tərəfə. Dortmund, Köln, Düsseldorf bu tərəflərə keçəcəyik. Orada da Amazon yükünü qaytaracağıq, verəcəyik özünə, təzədən çıxıb gələcəyik biz. Dostlarım, yeməyimizi bişirək, yeməyimizi yeyək. Axşama, yəni bəlkə olaq döyüş var. Niderlanda yola çıxacağıq. Bu dəqiqə Fra7 Frankfurtdayım. Buradan çıxacağıq Niderlanda. Niderlanddan alış eləyəcəyik. Bilməm ya hansısa skladdır ya da şeydir, Amazonun özüdür. Amazon özü deyil. Yəni belə xəritədə baxdım Google'da Amazonun özü deyildi. Amma ona da tam əmin deyiləm. Belə də gedəcəyik Niderlandı gəzib gələcəyik. Gələcəyik oradan keçəcəyik sərhəddən bu üzə Almaniyaya, Duisburga. Duisburgda Amazonun yükünü boşaldacağıq, qayıdacağıq. Belə kartoşkalar falan soydum. Soğandır, pomidordur. Duxovkada normal bir dənə yemək pişirməyi istəyirəm. Deməli canlar gəlirlər. Bir dənə yemək pişirəcəm. Yəni mənəm deyən o xanımlar da oturacaq burada, bax bu yeməyə baxacaqlar ki, bu yeməyi necə pişirdi bu oğlan. Ola bilər biraz xamam bu kartoşka şeyləməkdə, doğramaqda zat, amma yəni o da öyle də qardaş. Görəcəksiniz özünüz. Burada mərci də bişirmişəm, xaladenikdədir. Prosta mərci sulu yemək istəmədim. Nəsə ürəyim istəmir sulu yemək. Deməli, duxovkada bir dənə toyuq qanadı ilə denge yeməyi bişirim. Sevdiyim yeməklərdəndir. Duxovka yeməklərini onsuz da çox sevirəm. Çoxu da bu anı gözləyirdi ki, soruşurdular ki, necə yemək, harada pişirirsən, nə edirsən. Hamıya maraqlıydı ki, mən yeməyi harada bişirirəm, nətər edirəm. Məndə qazla peç də var, duxovka da var. Amma çox vaxt yeməkləri duxovkada bişirirəm. Çünki duxovkanın yeməkləri dadlı olur. Duxovka yeməklərini onsuz da belə çox sevirəm. Bu tıra həvəs salanlar bilsinlər ki, hər şey tırla bitmir də. Bunları da bacarmaq lazımdır. Yeri gələcək, powerluq eləyəcəksən. Yeri gələcək, tır şoförü olacaqsan. Yeri gələcək, paltarı yuyacaqsan. Yəni, bunlar hamısı mütləqdir, vacibdir. Tomatın dibiydi, buna biraz su əlavə elədim. Biraz nanə. Biraz qara istiot. Biraz qırmızı istiot. Yeməyi baharatlı xoşlayanam. Biraz da duz. Azca da yağ əlavə edeyim. Yağ əslində xoşlayan deyiləm. Yəni qızarmağı üçün dökürəm. Biraz da yağ. Deməli bunu əlavə edəndən sonra şeycana bunu alt-üst qarışdırırıq. Bunu laf zülümlə qarışdırdım. 1 saatdır qarışdırırım. Bunu gərək əllə eləyərdim. Hər neysə keçdi. Onu qəşəng qarışdırdım.
İndi tofkanı qızdırırıq alt üst. Tofkanın yeri əyridir prosta. Buna görə nə edirik? İnanıram ki, bu babat dadlı olacaq. Görək də. Qabda nə balacadırsa. Qabı özüm balaca almışam ki, tuxovkanın içine yerləşsin, yoxsa böyük qab yerləşmir. Qabı məcbur balaca almışam. Deməli bunu qoyuruq. Alt üst. Alt üstü işləyir. Burada da vaxtı da qoyacağıq 1 saata. 1 saata qoyacağım ki normal qızsın. Bir saat gözləyib, 1 saatdan sonra görək bu nə olacaq. Geçəcəndə pokur qaynayır. Sizə bunu göstərim mən. Of. Bunun səsinə bir dənə baxın. Bunun səsinə baxın bir dənə. Var mı belə pişirə bilən? Neyse biraz da qalsın. Pişdi, qutardı axı ki. Bunu gəlindi yemə. Of, super alınıb, super. Buna baxın. Kartoşka necə ayrılır. Möhtəşəm bir şey. Bu da bizim yeməyimiz. Belə. İndi dostlar, mən bunu həll eləyim. Hardasa axşam gecə çıxacağıq yola Niderlanda girəcəyik, çıxacağıq. Yəni girəcəyik, oradan yükü vuracağıq, çıxacağıq. Demək olar ki, səhərə qədər işləyəcəyik, full time işləyəcəyik. Biraz yorucu gün olacaq. Ona görə qəşəng qidalanmalıyıq. Qəşəng yeməliyik ki, gecə yarısı yemək istəməyək. Getdik.